Salam, birinci qrup 2024-cü il qəbul suallarının izahının ardına baxaq. İlk 5 sualı mən ayrıca video izah şəklində izah eləmişdim. İndi 5-ci sualdan ardına davam edək. Hündürlüyü 7, diaqonalı isə 13 olan düzgün 4 bucaqlı prizma. Düzgün 4 bucaqlı prizmamızı çəkək. Düzgün 4 bucaqlı prizmadırsa oturacaq kvadratdır. Düzgün 4 bucaqlı prizmanın hündürlüyü 7. Hündürlük, yəni bizdə əgər düzgündürsə, birincisi oturacağındakı fiqur düzgün olmalıdır. Yəni düzgün 4 bucaqlı deyirsə, deməli bu 4 bucaqlı, oturacaqdakı 4 bucaqlı düzgün olmalıdır. Yəni kvadrat olmalıdır. Sonra düzgün prizma həm də düz prizmadır. Düz prizma nədir? Yan tili oturacaq müstəvisinə perpendikulyar olan prizmadır. Yəni yan tillərimizin hamısı A1-dir, BB1-dir, CC1-dir, DD1-dir. Bunların hamısı eyni hündürlüklərdir. Bizə deyir ki, diaqonalda 13'dür. Diaqonalı da 13 çəksək, A-dan Z1-ə. Diaqonal 13, hündürlük 7, oturacağının sahəsini istəyir. İndi burada hündürlük oturacağa perpendikulyardır. AC-ni birləşdirsək, bu da oturacağın diaqonalı olar. Yan til oturacaq müstəvisinə perpendikulyar olduğundan, yəni hündürlük olduğundan burada 90 dərəcə olur. Pifaqor teoreminə görə AC-nin kvadratı bərabərdir 13'ün kvadratı çıx 7'nin kvadratı 169 çıx 49, o da olacaq 120. Yəni AC-nin kvadratı 120'dir. AC də oturacağın diaqonalıdır. Yəni D-nin kvadratı bərabər 120. Biz də bilirik ki, kvadratın diaqonalları bərabərdir və qarşılıqlı perpendikulyardır. Onda kvadratın sahəsi diaqonallarının hasilinin, istənilən 4 bucaqlıda sahə diaqonalları hasilinin yarısı vur arada qalan bucaqdır, sinusudur. Amma burada 90 dərəcədir deyə hasilinin yarısı, yəni D kvadratı bölü 2, o da 120 bölü 2 olacaq. Cavabımız nə? 60 A variantı. Növbəti 7-ci sualımızda binomunun açılışındakı binomial əmsalların cəmi 128'dir. X üstə gəlinsin 1 üstü n binomunun açılışındakı binomial əmsalların cəmi 2 üstü n-dən tapılır. 2 üstü n bərabərdir 128'ə, n də bərabər 7 olacaq. Deməli bu olacaq, binomumuz olacaq x üstə gəl 1 üstü 7 şəklində. Binomun 5-ci həddini istəyir. Binomun həddini, yəni hər hansı bir k plus 1-ci həddini tapmaq üçün bizim bir düsturumuz var. Bizdə də 5-ci hədd deyir. tk plus 1-ci həddin düsturunu yazsam, tk plus 1 bərabərdir kombinizon n-dən k-ya, a-nın üstündə n çıx k, vurulsun b-nin üstündə k düsturundan istifadə edəcəyik. Baxın, n çıx k, burada n çıx k, burada da olacaq k, çünki üstlər toplananda ümumi həddin verməlidir. Yəni n verməlidir, qüvvət verməlidir. İndi bizim 5-ci hədd istəyirsə, deməli k-mız nə olmalıdır? 4 olmalıdır. N-imiz də aydın məsələdir ki, nədir? 7'dir. İndi mən gətirib 5-ci hədd istəyirsə, T5 bərabərdir kombinizon n-dən k-ya, yəni 7-dən 4-ə. A-nın yerində nədir bəs? Bu əslində normalda A üstə gəl B-dir. A-nın yerində x-dır. X-in üstündə n çıx k, yəni 7 çıx 4, 3. Vurulsun B-nin üstündə. B-miz nədir bizim burada? 1'dir, müsbət 1'dir. Yəni mənfi 1 olsa mənfi 1 yazsam, müsbət 1'dir. 1'in üstündə k. K-mız da nədir? 4. Oldu bu şəkildə. İndi 1 üstü 4 onsuz da 1 eləyir, bu heç. Kombinizon 7-dən 4'ə hesablayanda 7 faktorial bölünsün 7 çıx 4, 3 faktorial vurulsun, bir də burada 4 faktorial, bir də vurulsun x kubu var. 7 faktorialın 4 faktorialı gedir, nə qalır? 5, 6, 7. 3 faktorial da 1 vur, 2 vur, 3, 6 deməkdir. 6'lar da getdi. Cavabımız oldu 35, x-in kubu, Y variantı. 8-ci sual limit sualıdır. Limit en yaxınlaşır sonsuzluğa. Baxın, burada da kök var, burada da kök var. Ümumi kökü alsam 25n bölünsün 36n, üstə gəlsin kök adda 15n alınır. Bilirik ki, bu ardıcılığın limitidir. Ardıcılığın limitində, yəni en sonsuzluğa yaxınlaşırsa, bu ardıcılığın limiti olur. Ardıcılığın limitində yadda qalsın ki, ən yüksək dərəcəyə bölməliyik. Bizim misalımız üçün sürətdə də, məxrəcdə də ən yüksək dərəcə n üstü 1'dir. Burada isə kök adda n-dir. Baxın, kök adda n-dir. N-in üstündə 2'də 1'dir. Yəni bu misal üçün n-in ən yüksək dərəcəsi n üstü 1'dir. Yəni sürətlə məxrəcində. Başlayıram hər birini n-ə bölməyə. 25n böl n, 36n böl n və mən n-i kökün adda salanda, n kökün adda girəndə olacaq nə? N-in kvadratı. Düzdürmü? N-i kökün adda salanda kök adda n-in nəyi olur? Kvadrat olur.
Bax belə. İndi burada n-lər ixtisar edir, n-lər ixtisar edir. Amma burada n-lər ixtisar edir, məxrəcdə n qalır. Yəni 15 böl n, n-də sonsuzluğa yaxınlaşır. 15 bölünsün sonsuzluq 0 verir mənə. Yəni bunun yoxdur. Bunun cavabı 0'dır, 0'a yığılır. Bəs yerdə nə alındı məndə? Kök adda 25 böl 36. Aşağının cavabı 6, yuxarının cavabı da deməli 5. Kökdən çıxardırıq, cavabımız olur 6'da 5, A variantı. 9-cu misalımıza baxaq. 9-cu misalda deməli 4'ü vuruq kimi çıxarsaq x çıx 4, 5'i vuruq kimi çıxarsaq 4 çıxılsın x, üstə gəl 14x bölünsün x çıx 2 alınır. Biz burada diqqətlə baxsaq, kökün altında həm x çıx 4 var, həm də 4x var. Biz də bilir ki, kökün altı həmişə müsbət qiymətlər almalıdır. Yəni x çıx 4 də böyük bərabər 0-dan olmalıdır, 4x də böyük bərabər 0-dan olmalıdır. X çıx 4 nə vaxt müsbət olar? X böyük bərabər 4 olsa, 4x nə vaxt müsbət olsa, olar. X kiçik bərabər 4 olsa. Fikir verirsiniz, x elə ədəd olmalı ki, həm bunu ödəsin, həm də bunu. Hansı ədədir ki, həm 4-dən böyük bərabər olsun, həm də 4-dən kiçik bərabər. Ancaq x bərabərdir 4 ola bilər bu. Mən də x bərabərdir 4'ü həm bütün x-ların yerinə yazacağım. 4 vurulsun, 4 yazan kimi bu eləyəcək 0, bu da eləyəcək 0, 14 vurulsun, deməli 4, 4 çıxılsın 2, 14'ü bu 0, bu 0, 14'ü 4'ə vuranda 56, 4'dən də 2 çıxanda 2, 56'ını da 2'yə böləndə cavabımız olacaq 28 D variantı. 10-cu sualımızdan davam edək. AC və AB çevrəyə çəkilmiş toxunanlardır. Həqiqətən də AC ilə AB çevrəyə çəkilib toxunanlardır. Görürük ki, bir ortaq nöqtəsi var çevrə ilə C və B. AB-yə çəkilən C-nin perpendikulyarı çevrəni Y nöqtəsində kəsir. Bura Y-dir. B-im 4'dür. Bura 4'dür. A-im 6'dır. C-ni tapın deyir. İndi diqqətlə baxsaq, A nöqtəsindən çevrəyə AB toxunanda çəkilib, AC toxunanda çəkilib. Biz də demişdik ki, bir nöqtədən çevrəyə 2 toxunan çəkilibsə, toxunma nöqtələrinə qədər məsafələr bərabərdir. Yəni AC-də, AB-də hər ikisi 10'a bərabərdir. C nöqtəsindən də bura perpendikulyar çəkilib Y. Bura 4'dür, bura 6'dır. Bura da perpendikulyardır. Burada baxın 16. Pifaqor teoreminə görə CY-ni tapa bilərəmmi? CY bərabər, CY-nin kvadratı bərabərdir. 10'un kvadratı çıx 6'nın kvadratı 100 çıx 36, 64, 8. CY-miz oldu 8. Diqqətlə baxsaq bizim sualımızda. Bax M nöqtəsindən B-yə toxunan çəkilib, MB toxunanı və MC kəsəni çəkilib. MB-nin kvadratı da bərabərdir. Xarizdəki isə MY vurulsun nədir? Bütün uzunluq MC. MB'miz bizim 4'dür. 4'ün kvadratı 16 bərabərdir. MY yoxdur. MY vurulsun. M-dən C-yə nə qədərdir? Baxın, tapmışdıq. 8'dir. Vurulsun 8. MY də onda nə qədər olacaq? 2 olacaq. MY 2'dirsə, 8-incisi buradadırsa, deməli C-yə də nə qalacaq? 6.